Uşaqlar, baxaq 8-ci suala. A tərəfi deyir 6-dır. Alfa 60 dərəcə, beta 45 dərəcə. Bizdən B-ni soruşur. Və hansı teorem yadımıza düşür? Sinuslar teoremi. B-nin sinus 45 dərəcəyə nisbəti bərabərdir 6-nın sinus 60 dərəcəyə nisbəti. Buradan B-nin sinus 45 neçədir? Kök altı 2 bölü 2. Bərabərdir 6 bölünsün. Sinus 60 neçədir? Deməli, kök altda 3 bölünsün 2. İndi biz buradan çarpaz vuraq. Kök altda 3 bölünsün 2b bərabərdir 6 vurulsun kök 2 bölü 2. Buradan ixtisar aparsam və yaxud da belə də bölmək olar. Bu ikilər gedər. Qalar kök altda 3b bərabərdir 6 kök altda 2. Buradan b nəyə bərabərdir? 6 kök 2 böl kök 3. İrasionallıqdan çıxarsaq 6 kök 2 vur kök 3. Kök 3 vur kök 3. İndi fikir verin. Buradan nə alıram? 6 kök altda 6 bölünsün 3. Bunlar ixtisara gedər. Yekun cavab 2 kök altda 6. Yəni C bəndi.